Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə Tbilisidə iftar süfrəsi təşkil olunub. Mərasimdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, komitənin sədri Ramin Məmmədov, Gürcüstanın dini məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Başakmadze, Kvim kartelinin qubernatoru Marnuli Dumanisi Bolnisi və Qardabani rayonlarının rəhbərləri, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, din xadimləri və bölgələrdən gələn soydaşlarımız iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, bu cür tədbirlər həmrəylik və qardaşlıq ruhunu gücləndirir, iki ölkə arasında möhkəm əlaqələrin qurulmasına töhfə verir və hər iki ölkə xalqlarının dostluğu nümunəvi münasibətə əsaslanır. Təbii ki, dini qurumlarla işte Dövlət Komitəsi Gürcüstanda iki tərəfli əməkdaşlıq çərçivəsində, o cümlədən soydaşlarımız arasında milli mənəvi dəyərlərimizin, həmrəyliyin, qardaşlığın, dayanışmanın daha da gücləndirilməsi məqsədi ilə fəaliyyəti yalnız mübarək Ramazan ayında iftar süfrələrinin təşkil edilməsindən ibarət deyil və bundan da məhdudlaşmayacaq. Biz bugün görüşlərdə də bunu müzakirə elədik. Nəzərdə tutmuşuq ki, bu kimi tədbirləri, yəni Ramazan ayı mübarək, müqəddəs bir aydır. Bu ay həm də bir qardaşlıq, birlik, dayanışma, yardımlaşma ayıdır. Və Gürcüstan bizim üçün dost, qardaş bir ölkədir. Burada xeyli sayda bizim soydaşımız, böyük Azərbaycan icması var. Bu yöndə təbii ki, dini qurumlarla işte Dövlət Komitəsi Gürcüstan istiqamətində soydaşlarımıza yönəlik, xüsusilə də onların dini mənəvi tələbatının ödənilməsinə yönəlik fəaliyyətimizi davam etdirəcəyik. Amma təbii ki, biz burada soydaşlarımızın müraciətini də nəzərə alacağıq. Onların bizə yönəlik hansısa bir istəyi, arzusu varsa bunu da nəzərə alacağıq. Çünki indiyə qədər olan dövrdə bununla bağlı dəfələrlə olubdur ki, dini ədəbiyyat olsun, Quran-ı Kərimin çapı olsun və yaxud tutaq ki, din sahəsində kadrların hazırlanması olsun, dini qurumlarla işte Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bugün Gürcüstanın dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Başakmadze ilə görüş oldu. Görüşdə Azərbaycan-Gürcüstan arasında din sahəsində, dövlət-din münasibətləri sahəsində həm təcrübə mübadiləsi, həm görülmüş işlər, həm qarşıda duran məsələlər, eyni zamanda din sahəsində iki tərəfli əlaqələrin daha da genişləndirilməsi bu məsələlər müzakirə edildi. Daha sonra digər çıxış edən natiqlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən din sahəsindəki əlaqələrin perspektivlərindən danışıb, Ramazan ayı ilə əlaqədar fikirlərini bölüşüb, müsəlmanları bu bayram münasibəti ilə təbrik ediblər.